Uşaqlar, bugün sizlərlə vasitəsiz və vasitəli nitq haqqında danışacağım. Vasitəli nitq nədir, vasitəsiz nitq nədir? Ümumiyyətlə biz danışarkən bəzən başqalarının sözlərindən də istifadə etməyə məcburiyyətində oluruq. Bəzən həmin sözlər olduğu kimi, bəzən isə müəyyən dəyişikliklər edərək çatdırırıq oxuculara, dinləyicilərə. Buna görə də danışarkən vasitəsiz və vasitəli nitq meydana çıxır. Vasitəsiz nitq danışarkən və ya yazarkən başqasının nitqinin həm qrammatik cəhətdən, həm də məzmunca olduğu kimi çatdırılmasına deyilir. Yəni biz həm məzmunu gözləyirik, həm də qrammatik cəhətdən nöqtə, vergülləri, dırnaqları, treyləri, yəni necə varsa elə də gözləyirik. Ümumiyyətlə bizim buna vasitəsiz nitq deyirik. Başqasının nitqinin məzmunu ilə yanaşı onun qrammatik göstəriciləri, forma xüsusiyyətləri də burada gözlənmiş olur. Başqasının nitqinin məzmunu saxlanılır, lakin qrammatik cəhətdən dəyişikliklər olunursa, buna biz vasitəli nitq deyirik. Vasitəsiz nitqin 5 formada təzahür forması var. Bunlar hansılardır? Birinci sxemini qeyd edəcəm. Birinci, müəllif sözləri əvvəl, vasitəsiz nitq isə sonra gələn. Bu zaman biz müəllif sözlərindən sonra qoşa nöqtə, əgər vasitəsiz nitq deməli dialoqda deyil də təhkiyənin içərisində veriləcəksə dırnaqlardan istifadə edirik. Yadda saxlayırsınız. Dialoqda verilən vasitəsiz nitqlərdə biz dırnaq içərisindən istifadə etmirik. Onu treylər əvəz edir. Amma dialoq şəklində deyil. Yəni bu sxemə uyğun olaraq müəllif sözləri vasitəsiz nitq ardıcıl təhkiyənin tərkibində verilmiş olarsa və yaxud da başqa formalarda, yəni vasitəsiz nitq müəllif sözü, yəni sxemindən asılı olmayaraq təhkiyə daxilində biz vasitəsiz nitqdən istifadə ediriksə, bu zaman biz dırnaq işarələrindən mütləq şəkildə istifadə edəcəyik. Birinci sxem elə qeyd etdiyim kimi müəllifin sözləri əvvəl, vasitəsiz nitq isə sonra gələndir. Burada mən vasitəsiz nitqdən sonra heç bir durğu işarəsi qoymamışam. Yəni bu belə deyək də artıq cümləmizin quruluşundan daha doğrusu yox, növündən asılı olacaq. Sual işarəsi də ola bilər, nöqtə işarəsi də ola bilər, nida işarəsi olur. Artıq biz cümlənin intonasiyaya görə növündən asılı olaraq orada durğu işarəsini qoyuruq. Qeyd edeyim ki, nöqtə işarəsi dırnaqdan sonra qoyulur, lakin sual və nida işarələri isə həmişə dırnağın içərisində verilir vasitəsiz nitqdə. Buna aid bir nümunə yazacağım. Ümummilli liderimiz mənim ən çox sevdiyim aforizmlərdən biridir. Yeri gəlmişkən Heydər Əliyev demişdir. Qoşa nöqtə, dırnağı açırıq. Mən Ümummilli lider Heydər Əliyev demişdir. Mən müəllim adından yüksəkdə dayanan ad tanımıram. Burada müəllif sözləri baxırıq. Burada yəni biz deyirik. Bura qədər demişik. Müəllif sözlərindən sonra qoşa nöqtə, daha sonrası müəllif sözləri təbii ki, burada dialoqda verilməyib. Ona görə də biz dırnaqlardan istifadə edəcəyik. Cümlənin, yəni nəqli cümlə olduğu üçün sonda nöqtə işarəsi qoyuruq. Gördüyümüz kimi nöqtə işarəsi dırnaqlardan sonra verilmiş olacaq. Bu oldu birinci sxemə aid cümlə. İkinci sxem gəlir vasitəsiz nitq, daha sonra isə daha doğrusu müəllif sözləri vasitəsiz nitqdən sonra gələn növ. Misal üçün biz bunu belə yazacağıq.
Belə də ola bilər. İndi burada əgər vergül olacaqsa, müəllif sözləri kiçik hərflə də verilə bilər. Yəni bu artıq vasitəsiz nitqli cümlədən sonra qoyulan durğu içərisindən asılı olaraq müəllif sözləri kiçik və yaxud da böyük formada yazıla bilər. Misal üçün mən bayaqki cümləni dəyişə də bilərəm. İndi mən həmin cümləni yox, biraz daha qısa cümlə yazacağam. Tutaq deyirəm ki, qabları gətir, özümdən belə bir cümlə yazım. Deyə ana dilləndi. Nöqtə. Deməli, burada da bizim dırnağımız bağlanır. Vasitəsiz nitq əvvəl, müəllif sözü. Burada artıq müəllif sözləri kiçik olacaq. Burada misal üçün ola bilər ki, sual işarəsi olsun, nida işarəsi olsun. Ona görə müəllif sözləri böyük hərflə yazıla bilər. Deməli, ikinci sxemimiz oldu hansı? Vasitəsiz nitq əvvəl, müəllif sözləri isə sonra gələn deməli növə aid, vasitəsiz nitqin bu növünə aiddir. Üçüncü gələcək, deməli, müəllif sözləri vasitəsiz nitq. Buna biz deyirik vasitəsiz nitq. Müəllif sözləri arasında gələn növü müəllif sözləri. Burada yenə də biz durğu işarəsi, mən burada şərt olaraq vergül qoymuşum, amma vasitəsiz nitq uyğun olaraq başqa işarə də qoyula bilər. Adətən vergüldən istifadə edirik. Müəllif sözləri, vasitəsiz nitq müəllif sözləri arasında gələndə, müəllif sözlərindən sonra, birinci müəllif sözlərindən sonra qoşa nöqtə, sonuncudan əvvəl isə, yəni vasitəsiz nitqdən sonra tire işarəsindən istifadə edirik. Vasitəsiz nitqdə dırnaq işarələri arasında veriləcək. Misal üçün belə bir cümlə qeyd edirik. Uşaqlar müəllimdən baxın, mən burada sxemdə vergül işarəsi qoymuşam, amma burada cümləmiz elə alınır ki, sual işarəsi. Təbii ki, sual işarəsi varsa artıq vergülə ehtiyac yoxdur. Sual işarəsi olmasaydı, adi intonasiyalan deyilən bir cümlə olsaydı, biz orada vergül işarəsindən istifadə edəcəyik. Burada deməli, birinci müəllif sözləri gəlib, uşaqlar müəllimdən bugün gələcəksiniz deyə soruşdular. Deməli, bu da oldu. Müəllif vasitəsiz nitq müəllif sözləri arasında gələn növ. Üçüncü növ oldu. Daha sonra dördüncü növ müəllif sözləri vasitəsiz nitqin arasında gələn növə. Buna aid olacaq. Deməli, sxem belə olacaq. Vasitəsiz nitq, daha sonra müəllif sözləri, vasitəsiz nitq, dırnaq burada fikir uşaqlar bir əvvəldə açılır, bir də sonra ən sonda bağlanır. Bu zamanda biz tirelərdən, vergüllərdən və dırnaq işarələrindən istifadə edirik. Bu deməli, durğu işarələrinin işləmə məqamlarına da diqqətlə baxırıq. Qapını bağla dedi artıq burada müəllifin sözləri. Sonra gələcəyim yeni vasitəsiz nitq. Müəllif sözləri vasitəsiz nitqin arasında işlənən növünə aiddir. Və ən sonuncu, ən az işlənən formalardan biri olan müəllif sözləri ilə vasitəsiz nitq növbələşirlər. Müəllifin sözləri vasitəsiz nitq, müəllifin sözləri yenə vasitəsiz nitq bu formada və davam da eləyə bilər hətta. Yəni müəllif sözləri ilə vasitəsiz nitq növbələşirlər. Bu adətən bədii ədəbiyyatda daha çox istifadə olunur. Biz yəni bu tipə daha az rast gəlirik. Misal üçün buna aid belə bir nümunə verə bilərik. Anam dərslərini
oxu dedi. Bu tərəfdə yazaq. Bu formada. Deməli, bax, anam, müəllifin sözləri, dərslərini oxu, vasitəsiz, yenə müəllifin sözləri, yenə gəlib soruşacağım vasitəsiz. Burada da yenə biz durğu işarələrinə diqqətlə baxırıq. Müəllifin sözlərindən sonra qoşa nöqtə, dırnaqlar açılır, sonra ən sonda bağlanır. Ola bilər ki, buradan sonra yenə müəllif sözləri də gələ bilər. Bu formada olacaq, yəni davam edəcək də bu formada. Qeyd edeyim ki, ən az yəni istifadə olunan formalardandır bu. Və vasitəsiz nitqdə durğu işarələrini biz elə vasitəsiz nitqi izah eləyə qeyd etdim. Uşaqlar diqqət edin. Ən çox istifadə etdiyimiz durğu işarələr qoşa nöqtə, vergüldür, tireylər və dırnaqlardan istifadə edirik. Əgər bir də qeyd edirəm, bayaq da əvvəldə qeyd etmişdim. Biz dialoq formasına vasitəsiz nitqi quracağıq. Orada biz dırnaqlardan istifadə etmirik. Bunlar atılır. Yəni dialoq formasında olan. Bu da əsasən bədii ədəbiyyatda, bədii əsərlərdə daha çox təsadüf edəcəyi bunlar. İndi isə gəlin vasitəli nitq haqqında sizə məlumat verim. Başqasının nitqinin eyni ilə deyil, dəyişilmiş şəkildə verilməsinə vasitəli nitq deyilir. Bu zaman biz məzmunu saxlayırıq, amma müəyyən qrammatik dəyişikliklər edirik. Bax, mən ümummilli liderimiz Heydər Əliyevin fikrinə, aforizmini qeyd etdim ki, belə bir cümlə qurmuşdum ki, ümummilli lider Heydər Əliyev demişdir, mən müəllim adından yüksəkdə dayanan ad tanımıram. İndi həmin cümləni mən vasitəli nitq formasında qeyd edəcəyəm. Diqqətlə baxaq uşaqlar. Vasitəsiz nitq, vasitəli nitqə çeviriləndə biz iki aydınlaşdırma bağlayıcısından istifadə edirik. Misal üçün, bayaq biz demişdir, qoşa nöqtə qoyuruq. Burada isə qoşa nöqtəni hesab edək ki, əvəz edilir ki, aydınlaşdırma bağlayıcısı və şəxslərə fikir verək. Vasitəsiz nitqdə demişdir, mən gəlirdi, amma burada isə demişdir ki, o və təbii ki, axırda da şəxsə görə, yəni şəxs şəkilçiləri ona uyğun formada olur. Tanımıram idi bayaq, mən tanımıram, indi isə o tanımır. Bu formada olacaq. Deməli, vasitəsiz nitq, deməli, vasitəli nitqə çevriləndə ki, aydınlaşdırma bağlayıcısından istifadə edirik və deməli, şəxslərdə də müəyyən dəyişikliklər. Vasitəsiz nitq, vasitəli nitqə çevrilərkən xitabları, nidaları və vasitəsiz nitq üçün zəruri olan başqa əlamətlər olsun, o cümlə dırnaqlardır, tireylərdir, bunlar atılacaq və bizə lazım olacaq vasitəli nitqə çevriləndə ən başlıcası ki, aydınlaşdırma bağlayıcısı və bir də şəxslərdə dəyişilmə kimi hadisə baş verəcək. Bu da oldu uşaqlar, vasitəsiz və vasitəli nitq. Ümid edirəm ki, izahım sizin üçün aydın oldu. Sağ olun.